Bütün dünyada olduğu kimi Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə beyin ölümündən sonra orqan donorluğu mövzusu getdikcə daha çox müzakirə olunur. Tibbin inkişafı, maarifləndirici layihələr insanların bu məsələyə münasibətində müəyyən dəyişiklik yaradıb. Mütəxəssislərin fikrincə, orqan donorluğu bir insanın həyatını xilas etməklə bərabər cəmiyyətin humanist dəyərlərini də gücləndirir. Bugün ölümündən sonra donor olma məsələsi cəmiyyətdə müxtəlif cür qarşılanır. Bəs paytaxt sakinlərinin bu mövzuya baxışı necədir? Məncə bu çox önəmli bir şeydir. Yəni mən bir insanın həyatına, həyatda qalmasına imkan yaradacamsa, bunu mən niyə də etməyim? Tək mən yox, ailəm də bunu etməyimə çox şad olar və çox sevinər ki, mən bir insanın həyatını qurtardım. Yəni məncə hamı çalışdığı qədər bunu eləməlidir. Məncə bir insanın orqanları sağlamdırsa və onu bağışlaya biləcəksə, niyə də olmasın? Mənim fikrimcə, mən öldükdən sonra mənim orqanlarımı, yəni mən şəxsən bağışlayaram. Çünki bu, yəni elə bir məqamdır ki, məncə hər insan, yəni bacardığı qədər, istər həyatda olduğu müddətdə, istər həyatdan keçdikdən sonra, yəni insanlara yaxşılıq amacı ilə müəyyən şeylər eləməlidir və bu da, yəni şəxsən mən eləyərdim. Çünki mən öldükdən sonra ən azından orqanlarımın yerin altında çürüməsindənsə, kiməsə can olmasına, kiməsə məlhəm olmasını daha üstün tuturam. Valla məncə bu çox gözəl fikirdir. Ölümdən sonra orqanlarından kimsə yararlana bilərsə, bu böyük bir xoşbəxtlik insana. Çünki onun orqanları yenə hansısa bir insana kömək eləyir, həyatda qalır. Məncə bu çox gözəl fikirdir. Yaxşı olardı. Hamı bunu belə fikirləşsə. Kimsə həyatını xilas edə bilərik yəqin ki. Düşünürəm ki, mən öləndən sonra sağlam orqanlarım olarsa, digər xəstə insanlara köçürülməsi daha yaxşı ola bilər. Onların həyatı qurtular. Onlara daha yeni bir həyat şansı sunular. Mən bu xeyriyyə etmək istəyirəm. Yox, biz hansısa orqan vermək, yəni mən rəva bilmərəm. Çünki biz müsəlmanıq da. Həmçinin Azərbaycan nətər olub, həmçinin nətər dəfn olunub elə. Çünki mən heç bir orqan vermək mən tərəfdarı deyiləm. Yox, vermərəm. Bəli, birinci canlı kömək edirəm ki, həyatını xilas eləməyə. Əgər mən vəfatı olmuşamsa, mənim orqanımı versinlər. Demələndən sonra kimə lazımdır ki, mənim orqanım? Bağışlayaram kiməsə yeni həyat vermək üçün eləyərəm onu. Niyə eləməm? Bu xeyirxah bir iş şeydir. Çingiz Abdullayev, İlahə Qəmbərli, Heydər Həsənli, Mişya TV.